İndi isə anti-join əməliyyatları və inner join əməliyyatına biz nəzəri cəhətdən toxunacağıq. Əvvəlki dərsdə olduğu kimi bizdə burada hal-hazırda left query və right query var. Eyni məlumatları daşıyır bu iki sorğu. İlk növbədə left anti-join anlayışına toxunaq. Hal-hazırda gördüyünüz kimi left anti-join əməliyyatını biz bu cədvəllərə və ya bu sorğulara tətbiq etsək, bu nəticəni almış olacaq. Hal-hazırda ID kodu B, units 35, country isə NA olaraq qarşımıza çıxır. Bunun əsas məntiqi ondan ibarətdir ki, left anti-join əməliyyatında sol sorğuda, yəni left query-də olan, lakin sağ sorğuda olmayan ID kodunu buraya yazmış oldu. Bilirik ki, left query-də A və C ID kodları ortaqdır, yəni right query-də də var, lakin ID kodu B right query-də yoxdur. Ona görə də left anti-də olmayanı buraya yazmış oldu. Qarşısına units, yəni 35-i gətirdi və son olaraq isə count üstünü əlavə etdi və right query-yə getdi, baxdı ki, ID kodu B-yə uyğun olan hər hansısa bir ölkə yoxdur. Çünki bu sorğumuzda, sağ sorğumuzda B, yəni ID koduna rast gəlmirik. O baxımdan da NA yazmış oldu. Left anti-join anlayışının məhz məntiqi bundan ibarətdir. Sonra isə right anti-join anlayışı var, hansı ki left anti-join anlayışının tam olaraq əksini əhatə edir. Yəni biz left query üçün bayaq dediklərimizi indi right query üçün demiş olacaq. Gördüyünüz kimi right query-də D ID kodu var, hansı ki sol cədvəlimizdə və ya left query-də bu D-yə biz rast gəlmirik. Odur ki, right anti-join əməliyyatında sol cədvəldə olmayan ID kodunu yazmış oldu bura. Qarşısına country-də USA-yi gətirdi və gedib left query cədvəlinə baxdı. Hansı ki gördü, ID kodu D burada yoxdur. ID kodu D olmadığı üçün unit hissəsinə, yəni miqdarlar hissəsinə NA yazmış oldu. Right anti-join əməliyyatının məntiqi bundan ibarətdir. Son olaraq biz inner join anlayışına da nəzər sala bilərik. Gördüyünüz kimi mən burada onun belə deyək, şəklini göstərmişəm. Hansı ki ortaqlardan söhbət gedir. Hər iki sorğuda olan ortaq dəyərləri buraya yazmış oldu. Bayaq da qeyd etdiyim kimi ID kodlarında A və C ID kodları hər ikisində var. Ona görə ortaq olaraq onları yazdı. Qarşılarına miqdarlarını gətirdi və həmin kodlara uyğun gələn ölkələri də right query-dən gətirmiş oldu. Digər B və D ID kodu ortaq olmadığı üçün inner join əməliyyatında onlar yazılmır. Bu qədər nəzəri isə məncə kifayətdir. Odur ki, layihəyə qayıdaq və bu dediklərimizi orada tətbiq edək.